Gürcü Arzu Partiyasında Marneolinin millət vəkili Ruslan Hacıyev rayonda son günlərdə baş vermiş hadisələri Azərbaycanın bir neçə mətbuat orqanları düzgün şəkildə işıqlandırmayaraq, baş verənləri milli məsələlər istiqamətinə yönəltdiklərini qeyd etdi. Millət vəkilinin açıqlamasına görə noyabrın 3-ü Marneolinin mərkəzi bazarında yaşanan hadisəni milli məsələ kimi yayaraq əhalini düzgün məlumatlandırmayırlar. Xatırladaq ki, noyabrın 3-ündə Marneolinin mərkəzi bazarında alıcı və satıcı arasında yaranan sözlü qarşıdurma zamanı satıcı qadın vəfat etmişdir. Bugün səhər ATV kanalında verilən şişirdilmiş deməzdim, provokasyon xarakterli məlumatlar bizləri çox narahat etdi və bunu mən bu səhər öz bəyanatımda onunla bağlı verdim. Təbii ki, Gürcüstanda heç bir problem yoxdur. Hal-hazırda Marneoli rayonundayıq. Görürsünüz ki, heç bir problem yoxdur. Nə də olmayıb, nə milli, nə etnik, nə dini zəmində heç bir problemlərimiz yoxdur. Sadəcə olaraq bəzi insanların seçki öncəsi və seçki sonrası bunları yaratmaq istəyi baş tutmadı. Onlar ondan narahatdılar ki, seçkilərdə də özlərinin elektoratını gördülər. Xalq onlara üz çevirdi. Xalq dövləti dəstəklədi. Çox böyük əksəriyyət dövləti dəstəklədi və bununla bağlı bəzi insanlar, müxalif insanlar dövlətə bu kimi problemlərin yaradılmasında maraqlıdırlar. Amma mən tam məsuliyyətimlə bəyan edirəm ki, Gürcüstanda heç bir milli, dini, heç bir problem yoxdur. Hal-hazırda da onu söyləyə bilərəm ki, yəni faktik olaraq dünən bazarda baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarının araşdırmaları davam etdirilir. Orada da heç bir dini, yəni milli zəmində problem yoxdur. Sadəcə olaraq bu indi yaxın günlərdə polis hüquq mühafizə orqanlarının açıqlaması olacaqdır. Bunu çevirib başqa fikirlər yaratmaq və başqa ölkənin, Azərbaycanın bəzi, yəni demirəm hamısı, bəzi mətbuat orqanlarında bu kimi bəyanatlar vermək sadəcə olaraq Gürcüstanda yaşayan Azərbaycanlılara hörmətsizlikdir. Və hər kəsə də müraciət edirəm ki, bu kimi yazılardan uzaq durmaq lazımdır. Həm provokativ yazılardan, həm populist yazılardan uzaq durmaq lazımdır və təbii ki, hər hansı problem olursa da belə, xırda problemlər, onu dərhal dövlətin bütün qurumları ona cəlb olunur və biz millət vəkilləri də təbii ki, o məsələlərin içində əlimizdən gələn yardım edirik.